bir ateist meşədə gəzirmiş. Təbiət nə gözəldir, təkamül necə möcüzədir deyib, heyranlıqla ağaclara baxırmış. Birdən kolların arasından nəhəng, ac bir ayı çıxır. Ateist qaçır, ayı qovur. Ateist qaçır, ayı qovur. Axırda ateistin ayağı ilişir, yıxılır yerə. Ayı gəlir düz bunun başının üstünə, pəncəsini qaldırır ki, vursun. Ateist qorxudan gözlərini yumur və qışqırır. Ay Allah, bilirəm sənə heç vaxt inanmamışam. Amma əgər varsansa, mənə bir möcüzə göstər. Bu ayını dindar elə, imana gətir bu ayını. Birdən göy gurulduyur. Meşəyə sükut çökür. Ayı pəncəsini aşağı salır, obrazı tamamilə dəyişir. İki əlini, yəni pəncəsini göyə qaldırır, gözlərini yumur və çox mülayim səslə dua etməyə başlayır. İlahi, bizə bəxş etdiyin bu nemətə görə sənə şükürlər olsun.